Salam hər kəsə. Gəlin 10-cu sinifdən unit 3-ün vocabulary tapşırıqlarına baxaq. Deməli, birinci sözümüz theorize, nəzəriyyə, fərziyyə irəli sürmək deməkdir. Mutually, qarşılıqlı və wonder isə maraqlanmaq deməkdir. Deməli, baxırıq nəyə? Done equally by two or more people, iki və daha çox adam tərəfindən bərabər bir şəkildə bir şeyi etmək, yəni qarşılıqlı etmək. İki oldu A bəndi. Suggest a theory about something, nəsə haqqında bir nəzəriyyə təklif eləmək, bu da nəzəriyyə ilə sürmək, theorize və want to know da wonder maraqlanmaq deməkdir. Yəni B, A, C bacı lazımdır bizə, bu oldu B bəndi. İkinci baxırıq. Salutation, salamlaşma. Endangered, deməli, nəsli kəsilməkdə olan. Outsider-də yad adam, kənar adam, özgə adam deməkdir. Baxırıq. Person not belonging to a group. Yəni, qrupa məxsus olmayan, belong to məxsus olmaq deməkdir. Şəxs adama nə deyirik? Outsider deyə bilərik. Seriously at risk of extinction, tükənmə təhlükəsində olan, riski olan, ciddi bir şəkildə tükənmə riski olan, yəni təhlükə altında olan B bəndi. A word phrase used as greeting, deyir ki, salamlaşma üçün istifadə olunan söz və frazaya da salutation deyirik. Deməli, cavab oldu C, B, A. B bəndi. Burada bir şeyə fikir verirsiniz. Extinction, deməli, bu sözün kökünü extinct götürsək, bu nəsli kəsilmiş deməkdir. Necə, nə cür nəsli kəsilmiş sifətdir. Amma bu isim formasıdır. Endangered-də, amma bu nəsli kəsilib, artıq bitibdir, bundan qalmayıb deməkdir. Amma endangered-də nəsli kəsilməkdə olan, yəni bu təhlükə altındadır ki, nəsli kəsilsin. Baxırıq 3-cü testimizə. Parking lot, avtobusun o parking etdiyimiz ərazi. Deməli, parking lot, avtobus, əslində avtobus yox, avto dayanacaq. Avto dayanacaq, axır kitabdır. Avto dayanacaq deməkdir. Burada lot nədir? Sizə bir şey deyim. Baxın, lot boş yer, boş sahə kimi də gedir. Yəni, boş yerə, boş torpağa biz lot deyə bilərik. Yəni, area where people can leave their cars. Deyir, bir ərazidə harada ki, maşınlar, insanlar öz maşınlarını live eləyə bilərlər, qoya bilərlər, tərk eləyə bilərlər. Elə bir də olur A bəndi. 2-yə baxıram. Prank zarafat deməkdir. A practical joke. 2 oldu C bəndi. 3-cüdə absolute tam deməkdir. Total, complete. Bu da oldu B bəndi. Deməli, olur cavab A, C, B. Deməli, prank oldu zarafat, absolute tam, parking lot-da avto dayanacaq oldu. 4-cüyə baxırıq. Identical, eyni deməkdir, oxşar deməkdir. Elə similarla ola bilər. Annual, illik deməkdir. Approach-da yaxınlaşmaqdır. Elə burada identical, similar in every detail, yəni hər detalında oxşar olan, eyni A bəndi. Annual, happening once a year, ildə bir dəfə baş verən, yəni illik B bəndi. Approach-da come near to somebody, kiməsə yaxın gəlmək, yaxınlaşmaq. Deməli, cavabımız A, B, C, A bəndidir. 5-ci testə baxıram. Date back, tarixə dayanmaqdır. Exist, mövcud olmaqdır. Nationwide, ölkə səviyyəsində deməkdir. Refers to or covers the whole country. Deməli, hansısa bütün bir ölkəyə istinad edən, əsaslanan və onu əhatə edən demək, yəni nationwide. Have began at a particular past time, yəni keçmişdə müəyyən bir xüsusi bir vaxtda başlamış, yəni tarixə dayanan B bəndi. To be real, be present in a place, hər hansı bir yerdə mövcud olmaq, to be present olmaq, demək real olmaq, yəni mövcud olmaq. Bu da oldu C bəndi. Cavab oldu Buca. Buca da hardadır? B bəndindədir. 6-ya baxıram. Festive. Deməli, festive, bayram, modest, təvazökar, promote-da irəli çəkmək, dəstək olmaq kimi mənaları verir. Arxa durmaq, dayaq olmaq. Deməli, baxırıq. Typical of special event or celebration. Deməli, hər hansı bir celebration'ın, bayramın və yaxud da hadisənin, xüsusi bir hadisə üçün səciyyəvi olan bir şey. Sonra not very large, expensive, important.
Yəni çox bahalı, vacib və geniş olmayan, olsun ki, bu promote, modest ola bilər, təvazökar. Try persuade people to use something. İnsanları nəyisə istifadə etmək üçün inandırmaq. Deməli, bu da olur C bəndi. Bir də olur A bəndi. Deməli, A, B, C. Festiv, bayram oldu. Celebration sinonim götürə bilərik. Modest, təvazökar, yəni çox böyük ölçüdə vacib olmayan. Promote da insanlara da nəyisə istifadə etmək üçün inandırmaq. Burada promote elə bil ki, reklam etmək mənasındadır. Reklam eləmək mənasındadır, tanıtmaq, reklam etmək. Çünki burada deyək ki, insanlar nəyisə istifadə eləməyə biz inandırırıq, reklam edirik. Ona görə də promote burada o mənada istifadə etmişik. Deməli, descendant nəsil deməkdir, kök deməkdir, descendant. Dub dublyaj deməkdir. Reward da mükafat deməkdir. Reward'un sinonimi prize'dır. Ona görə 3B bəndi. Hər hansı bir tribe qəbilə deməkdir. Qəbilənin və yaxud da ailənin member olmaq, üzvü olmaq. Bu da oldu nəsil. Add sound effect to film. Filmə də səs effekti əlavə etmək, yəni onu dublyaj etmək. Bu da oldu A bəndi. Deməli, cavab C'dır. O da oldu A bəndimiz. Sonra diverse fərqli deməkdir. Very different, various of kinds. Elə cavab A bəndidir. Sonra excuse, səbəb, bəhanə deməkdir. Reason which give in order to explain. Deyək ki, bax, reason, səbəb. Elə səbəb sözündən tapa bilərsiniz. Deyək ki, nəyisə izah eləmək üçün, in order to üçün deməkdir. İzah eləmək üçün verilən səbəbə excuse deyilir. Excuse deməli oldu səbəb, bəhanə. Take place-də baş vermək, happen-dan təbii ki, bilirsiniz, sinonimdir. Bu da oldu B bəndi. Cavab A-cıbı da oldu B bəndində. Baxırıq bura. Preserve qorumaqdır. Poison, zəhərləmək. Deməli, survive da sağ qalmaqdır. Gəlin indi bunları yoğunlaşdıraq. Continue to live or exist. Mövcud olmağa və yaşamağa davam eləmək. Cavab olur A. Sağ qalmaq. Sonra keep safe from harm of injury. Ziyandan və zərərdən, safe from, təhlükəsiz şəkildə saxlamaq, yəni qorumaq. Preserve. Sonra substance that is causing the death. Ölümə səbəb olan substance, maddə. Bu da olur zəhər, C bəndi. Zəhər və ya da zəhərləmək də ola bilər. Cavab Bıca. Bıca da hardadır? D bəndindədir. 10-cu testə keçirik. 10-cu testdə adore pərəstiş eləməkdir. Manuscript əlyazmadır. Narrate də elə bil nağıl eləməkdir. Əslində bunlar bölmədə yoxdur. Bilmirəm bu sözləri niyə salıblar. Baxırıq. Admire, love somebody madly. Dəlicəsinə kimisə sevmək və heyran olmaq. Bir A bəndi. Tell a story, hekayəni söyləmək, yəni narrate eləmək, nağıl eləmək. Copy of a book written by hand, əllə yazılan bir kitabın kopyasına da əlyazma deyilir. Bu da C bəndi. Cavab A, C, B elədi, D bəndi. Deməli, burada prejudice, qərəz deməkdir. Periodical, dövrü bir jurnal, relate əlaqəsi olmaq. Deməli, burada magazin, jurnal deyiriksə, bu periodicaldır. İkidə oldu, bax, magazinə görə hər həftə nəşr olunan jurnala periodical deyilir. Baxın, magazine that is published every week. Yəni, hər həftə nəşr olunan jurnala periodical deyilir. Bunu yadda saxlayın. Sonra nə deyir? Opinion formed without taking time. Yəni, vaxt sərf eləmədən formalaşan fikrə nə deyirik? Qərəz, möhvumat. Bu möhvumat mənası da verə bilər. Sonra relate-də olur concern, refer. Cavab oldu B, A, C, B, B bəndi. Indigenous nə deməkdir? Yerli deməkdir. Surface, səth deməkdir. Nəyəsə üzü, səthi. Interact-də əlaqəsi olmaqdır. Baxaq, outside or top layer of the something. Nəyinsə, deməli, çöl və üz qatına nə deyirik? Surface deyirik. Bu oldu A bəndi. Burada layer qat deməkdir. Üçün deyirəm, torpağın üst qatı. Surface, o mənada istifadə edə bilirik. Communicate to each other, bir-birindən ünsiyyət qurmaq, interact, əlaqə olmaq. Bu da oldu avtomatik C bəndi. Deməli, people native to a specific region. Xüsusi bir regiona deməli, aid olan deməli, adamlara deyilir. Yerlilərə deyilir, nativelərə deyilir. O da indigenous oldu. Cavab C, A, B, o da oldu D bəndi.
Tatudur bilirik. Campus kampusdur. Bu birisi nədir? Universitet ərazisində, universitetin ətrafında olan o binalara, yerlərə campus deyirlər. Weird də qəribə deməkdir. Very strange or unusual. Bax, strange də qəribədir, unusual da qəribədir. Deməli, 3C bəndidir. Grounds and buildings of university. Universitetin binaları və ərazisinə də campus dedik. Tattoo da bir şəxsin, bax, person's skin, şəxsin skin dərisinin onun üzərində drone çəkdirilən bir şəkildə də tattoo deyilir, A bəndi. Cavab ABC, o da elə də A bəndi. Baxaraq ondur, symbolize, simvolizə etmək, extinct, tükənmiş, whole da burada dormitory ilə sinonim ola bilər, yəni yataqxana. A room inside the front entrance of flat. Deməli, hall. Burada hallu zal mənasında veribdir. Deməli, 3 oldu A bəndi. Be a symbol of something, nəyisə simvolu olmaq, yəni onu simvolizə eləmək. No longer in existence, yəni artıq mövcud olmayan, yəni tükənmiş. Bu da oldu C bəndi. Cavab olur B, C, A. O deyir A bəndi. Burada nəyə baxırıq? Hall zaldır, bir də dormitory, yataqxana deməkdir. Deməli, burada nə deyir? Mənzilin deyir girişindən, içəri girişindən olan otağın, elə bil otaqdan girən kimi içəri girişdə olan o hissəyə zal deyilir. Həmin o halldur. 15-ə baxırıq. Deməli, 15-də live yaşamaqda, live da canlı, diri mənasını verə bilər. Bax, to be alive or have life. Həyatı olmaq və diri olmaq. Bu oldu B bəndi. Operate idarə etmək, işlətmək mənasını verir. Verb, to be action, have an effect. Hərəkətdə olmaq, işlətmək və təsir olmaq C bəndi. Attendee də iştirakçı deməkdir. A person who is present at an event. Hadisədə və yaxud da tədbirdə, belə deyək, event tədbirdə present iştirak edən bir şəxsə də iştirakçı deyirik. O da oldu A bəndi. Oldu cavab B, B da oldu Y bəndində. 16-ya baxırıq. Loyalty, sədaqət, performans göstərmək, yəni nümayiş elətdirmək, betəri performans eləmək. Associate də nədir? Deməli, burada associate əlaqələndirməkdir, xatırlatmaqdır. Perform ifadə eləmək, rol oynamaq deyə bilərik. Loyalty də sədaqət. Gəlin baxaq. Quality of staying firm in friendship. Baxın, deyir ki, dostluqda firm qətiyyətli qalmaq keyfiyyətidir. Yəni, qəti qalmaq keyfiyyətinə sadiqlik deyirik. C bəndidir. Entertain people by dancing, acting. Rəqs edərək və yaxud da acting, hərəkət edərək, rol oynayaraq insanları əyləndirəndə buna deyir perform. Associate də qaldı onda B bəndi. Make connection between people. İnsanlar arasında əlaqə yaratmaq, yəni əlaqələndirmək. Associate də oldu B bəndi. Job harsındadır? Job oldu D bəndində. 17-ci testimizə baxırıq. Glacier buzulaq deməkdir. Trap tələ deməkdir. Greenhouse da istixana deməkdir. Baxırıq. A large mass of ice. Buz kütləsi nə olur? Glacier. Bir oldu A bəndi. Ice varsa glacierdir. İkincidə heyvanları tutmaq üçün istifadə olunan equipment. Avadanlığa nə deyirik? Tələ deyirik. B bəndidir. Bu da glass building in which plants that need protection from cold weather. Deyir ki, bu şüşədən olan bir building, yəni belə deyək də binadır. Bina deyiləsində şüşədən düzəldilən bir məkandır. Harada ki, burada bitkiləri soyuq havadan qorumaq üçün istifadə edilir. Bu da istixanalardır. Deməli, cavab A, B, C-dir. Bu oldu C bəndi. 18-də absorb, alter və send out. Alter seçmək deməkdir. Sonra absorb, hopmaq, canlına çəkmək. Məsəl üçün, bax, take in liquid from a space. Yerdən mayyəni götürmək, yəni canlını çəkmək. Bu ilə B bəndi götürək. Sonra, bax, change, dəyişmək, vary, fərqlənmək, make different, fərqli olmaq, alterdir. Oldu C bəndi, seçmək, fərqli eləmək, dəyişmək, oldu C bəndi. Send out da, yəni tullamaq, istehsal etmək mənasında istifadə olunur. O da oldu A bəndi. Cavab oldu B, C, A. B, C da oldu A bəndində. Alter burada, mən orada bəlkə də səhv dedim, change, dəyişmək deməkdir. Dəyişmək, alter ilə change sinonimdirlər. Bunu yadda saxlayırsınız. Köhnə 9-un dərsliyində var idi. 19. Commercial, ticarət deməkdir. Crucial, vacib, decline də enmək deməkdir. Gəlin baxaq. Crucial'ın sinonimi importantdir. Gəlin elə 2-yə B bəndi götürəyin.
Sonra lower, fall, collapse, refuse. Lower de aşağıya, fall düşmək. Elə bu decline A bəndidir. Trade ticarət, profitable gəlirli. Bu da oldu C bəndi. Cavab C, B, A. C, B da hardadır? D bəndindədir. Burada mercantile ticarət deməkdir. Bilirik də merchant tacir deməkdir. Merchant yazılır. Merchant tacir, mercantile də ticarətdir. Baxırıq bura. Cultivate nədir? Becərməkdir. Gəlin baxaq. Bax, becərmək, bax, grow crops, məhsulları becərmək. 2 oldu B bəndi. Recreate, yenidən yaratmaqdır. Refresh, revive, renovate. Cavab oldu A bəndi. Scratch də elə bir genişləndirməkdir. O da oldu C bəndi. Extend or lengthen something. Nəyisə uzatmaq və genişləndirmək. Ona görə cavab oldu A, B, C. O da oldu B bəndi.